Investment appraisal-a keçməmişdən qabaq, gəlin time value of money-dən danışaq. Time value of money nədir yoldaşlar? Adı üstündə. Pulun zaman dəyəri anlayışı. Buradakı ideya odur ki, bugünün bir dolları sabahın və ya daha sonranın birə-bir eyni dollarından daha qiymətlidir. Səbəb, riskə məruz qalmadıq, inflyasiyaya məruz qalmadıq, riskə məruz qalmadıq. Və opportunity cost, riski deyəsən ki, dəfə dedim, opportunity cost itirmədik. Nə deməkdir? Nümunə verirəm. Biz, məsələn, kompüter icarəyə götürürük. Şəxsin işi də kompüter icarəyə vermək deyil. Deyək ki, Ramindən kompüterini icarəyə istəyirəm ki, Ramin, olarmı sənin kompüterini işlədim? Və deyirəm ki, nə olacaq, 5 gündə Ramin kompüterdən istifadə eləməsin də, nə itirəcək ki? Mən düşünmürəm ki, bir, kompüter məndə olduğu müddətcə Ramin kompüterdə oyun oynayırdı, kinoya baxırdı, iş görürdü, imtahana hazırlaşırdı. Bu kimi şansların əlindən aldım. Bir. İki. Kompüter məndə olduğu müddətcə kompüter riskə məruz qalır. İndi kompüter nümunəsi ilə çox da üst-üstə düşmür, amma müəyyən riskləri var. Və bunları Raminə mən necəsə qarşılamalıyım. Ramin haqlı olaraq mənə deyə bilər ki, sən kompüteri məndən götürdün deyə, mən gedib dostumdan kompüter götürməli oldum. Taksiyə pul itirdim. Və ya o kompüterdə mənim video fayllarım var idi. Məcbur oldum onu başqa bir nəfərdən pulla almalı oldum. Yəni sən kompüter məndən aldın deyə mən bu qədər şey itirdim. Onu monetar olaraq mənə qaytar. Bax bu, deyək ki, time value of computer oldu. Bunu pula aid eləsək. Bankdan gedirəm, kredit götürürəm. Mən bankın pulunu özümdə saxlamaqla, məsələn, 1 il. O pul məndə deyil də, bankın özündə qalsaydı, bank onu başqa bir adama verib, faiz qazanardı, overnight yatırım eləyərdi, qiymətli kağız alıb qazanardı, şərti deyə, biraz utopik olsun, tikinti, bina tikərdi, satardı, pul qazanardı, işçilərinə maaş verərdi, yəni o pulla en qədər şansı var idi. Mən o şansı bankdan aldım. Bir. Bank bir il əvvəl o pul özündə idi, indi bir ildir pul məndədir. O pul vasitəsilə işçilərinə kompüter ala bilərdi. Bankdan 1 milyon kredit götürmüşəm. İşçilərə 1000 dənə kompüter ala bilərdi. İndi o kompüterin qiyməti 1 milyon 200-dür. O şansı bankın əlindən aldım. Həmçinin bank bu etapda müəyyən risklərə məruz qaldı. İnflyasiyaya məruz qaldı ki, bundan danışdıq. Bunların hamısı hesablanır, rəqəmə çevrilir. Bank mənə deyir ki, Ramin, bax, mən zaman maşını ilə səyahət elədim. Bu bir il ərzində bu şeylər baş verəcək. 1 milyon verirəm sənə. Bu sadalıqlarımın rəqəmi 25%-dir. Mənə 1 illik 25% qaytar ki, mən pulu 1 illik sənə verim və narahatçılıq çəkməyim ki, eyb yox, 1 illik pulum olmasın. Həm də bank nə kimi üzərinə risklər götürür. Birdən Ramin pulu ödəməsə, müflis olsa, Raminə pul vermişəm, Ramin gedib, məsələn, avtomobil alıb icarəyə verib, biznesi batsa, bunu necə qarşılayaq? Bankın opportunity costunu, bankın risklərini, inflyasiyasını, hamısını hesaba qataraq ödədiyim faiz time value of money-yə görə ödənilən faizdir. Opportunity cost nədir, yoldaşlar? Bir seçimə qarşılıq itirdiyimiz digər seçimlərin faydası. Məsələn,
Təsəvvür eləyin ki, məni bir tədbirə çağırırlar. Mən də çox möhkəm yorğunam, yatmaq istəyirəm. O tədbir o qədər qiymətli olmalıdır ki, yuxumdan vaz keçməyimə dəysin. Yəni tədbir yuxuya qarşılıq opportunity cost. Yatmayıb tədbirə getsəm, yuxu mənim opportunity costum oldu. Yəni yata bilərdim. Və ya tərsinə, yatıb tədbirə getməsəm, tədbir yuxu qarşılığında opportunity costu. Yatmayıb tədbirə gedə bilərdim. Və ya hal-hazırda CFA yox, ACCA hazırlaşmağım bir-birinin opportunity costudur. ACCA hazırlaşmasaydım CFA hazırlaşa bilərdim. Opportunity costudur. Çay yox, kofe içsəydim bir-birinin opportunity costudur. Çaydan alacağım həzz, kofe içəndə itdi. Ala biləcəyim həzz. Onun opportunity costudur. Yəni elədiyim bir seçimə qarşılıq itirdiyim digər seçimlərin dəyəri. Hamısı yox təbii ki, üst-üstə gəlmir. Yəni mən deyə bilmərəm ki, çay içirəm, su da içə bilərdim, kofe də içə bilərdim, nə bilim, enerji içisi içə bilərdim, kola içə bilərdim, hamısını içə bilərdim, yox. Bir seçimə qarşılıq bir seçimdir. Və bunlardan maksimumunu çox hallarda nəzərə alırıq. Yəni mən demirəm də ki, yatdım, əvəzində idmana da gedə bilərdim, kitab da oxuya bilərdim, tədbirə də gedə bilərdim. Bunun bir dənə opportunity'si var. Və çox hallarda yenə deyirəm, maksimumuna fokuslanırıq biz bunun. Ən böyüyü hansıdır? Və time value of money-də diskontlaşdırma terminindən istifadə edəcəyik. Nümunə verirəm, sonra bizim o məşhur cədvəlimizi detallı şəkildə incələyəcəyik. Nümunə. Bankdan 1000 manat kredit götürürəm. Faizlər hesablama rahat olsun deyə 10% irəliləyəcəm ki, işimizi çətinə atmasın. Bir ilin sonunda bank məndən alır 1000 manat, üzərinə gəlinsin 100. Və ya ssenarini biraz dəyişək. Banka depozit qoyuram 1000 manat. İllik qazanc faizim 10-dur. Bir ilin sonunda maliyyədə sıfırıncı il anlayışı var. İndi T0-dayam. Bir ilin sonunda olacam T1-də. T1-də əlimdə olacaq məbləğ 1100. Elə güman eləyirəm ki, birinci il bitən kimi dərhal depozitimi götürdüm. Təzədən bankdan çıxan kimi təzədən geri qayıdıb yenə də depozitə yatırdım. T2. 1000 manat yox, bu dəfə 1100 manatın 10%-ni qazanıram. 1210. Təzədən yenə də eyni proses baş verir. T3. Bu dəfə 1200, onun 10%-ini gəlirəm. 1331. Baxın, bu hesablama adlanır compounding. Ana dilimizdə mürəkkəb faiz artımı. Compounding nə deməkdir? Faizin də üzərindən faiz qazanıram. Əgər biz bu 1300-ü hissələrə bölsəydik, nə baş verib? Baxın, şaxəliyə gedirəm. Əvvəlcə 1000 manatım var idi. 1000 manatdan birinci il 100 manat qazandım. İkinci il 1000-dən 100 qazandım. Plus bu ondan 10% qazandım. Üçüncü il 1000-dən 100 qazandım. 100-dən 10 qazandım. Bu 100-dən də 10 qazandım. Buradan da 1 qazandım. Bir dəqiqə. Bunları düz yerlərdə yazım. Burada 100 olmalıydı. Ox işarələrini düz çəkim. Buradan 10 qazandım. Bu ikinci ilində bu çaşqınlıq yaratmasın.
Yəni 1331 buradan gəlir hesablama. Bu adlanır compound interest rate. Və sual verə bilərsiniz ki, Ramin, yaxşı, belə 3 il nə var hesablamağa? 12 ili hesabla görüm. Bunu təbii ki, şifahi eləyə bilmərəm. Bunun üçün bir məntiq olmalıdır. Proses belə getdi də, yoldaşlar. Yox, bax, 1000 manatın üstünə əvvəlcə 10%-ni gəldim. Bu 1000 manatın özünü bir götürə bilərəm. Verilən faizi 10%, yəni 0,1 saya bilərəm. Belə olub da 1000 vurulsun 1 üstəgəl 10%, yəni 0,1. Bu birinci ilin nəticəsi. İkinci il 1000 vurulsun 1 üstəgəl 0,1. Bir dəfə də, axı, yenə də bunu böyüdəcəm rəqəmi. Vurulsun 1 üstəgəl 0,1. Bunları mötərizə xaricinə çıxarsam, olacaq 1 üstəgəl 0,1-in üstü 2. Deməli, qanuna uyğunluq belədir. Mürəkkəb faiz artımı düsturudur, yəni qeyri-adi bir şey deyil. 12-ci ili tapmaq istəyirəmsə, mürəkkəb faiz artımı ilə indidən depozitə 1000 manat pul qoysam, illik 10% ilə 12 il sonra bu rəqəm neçə olar? Cavab 1000 manat vurulsun 1 üstəgəl 10%. Baxın, burada 1 100%-in ekvivalenti daha. Bunu qarışdırmayaq. 1 bərabərdir 100% və ya 10% bərabərdir 0,1. Vurulsun üstündə 12-yə. Bunu hesablayırıq. Gəlin Excel-lə hesablayım. Qabağımızda Excel var. Kalkulatora ehtiyac yoxdur. Bərabərdir 1000 vuraq 1 üstəgəl 10% üstündə 12. 3138.43. Bunun doğruluğunu necə yoxlaya bilərik? Yəni, düzmü aldıq rəqəmi? Həlli yolu nədir? Hesablamamız, baxın, 1000 dollardan 1100-ə gəlib çıxmaq, 3000-ə gəlib çıxmağımız adlanır future value. Rəqəmləri bir də yazıram. 1000 manatdan 3148-ə gəlib çıxmağımız, baxın, bu 1000-in adı present value-dur, yəni indiki dəyər. Bunun adı future value-dur. Və future value-dan present value-ya gəlmək prosesinin adı discounting-dir. Diskontlaşdırma. Discounting zamanı istifadə elədiyimiz 10% və ya digər faizlər adı üstündə diskont faizidir. Bəs yaxşı. Bu bizə harda lazımdır? Əgər bizdən soruşsa ki, 4 il sonra 6400 manat pul alacaqsan. Tap görüm, illik 10%-lə, 10%-i yazmayayım da, başqa faiz yazıram. 15%-lə bu 6400-ün indiki dəyəri nədir? Yəni T0-dakı nədir? Future value bərabərdir. Present value vurulsun 1 üstəgələk R üstündə illərin sayı. Yəni bu T0-da tapacağımız rəqəmin adı present value-dur. Onda present value bərabərdir. Future value bölünsün 1 üstəgəl R üstündə illərin sayı. Yəni 6400 bölünsün 1 üstəgəl 15% üstündə 4. Niyə 4? T1, T2, T3, T4.
Gəlin hesablayaq və sübut eləyək ki, biz düz getmişik. 6400 bölünsün 1 üstəgəl 15 faiz üstündə 4. 3659. Gəlin əksini sübut eləyək, görək. 3659 3659 indi yatırılsa 4 il sonra 6400 olarmı? Necə taparıq? 3659 vurulsun 1 üstəgəl 15 faiz üzərində 4. Hesablayaq. Hər ehtimala əmin olmaq üçün yazıram burada. 3000 yox, tam bərabər olması üçün 3659 vurulsun 1 üstəgəl 15 faiz üstündə 4. Baxın, 6400. Görürsünüz? Deməli, hesablamamız düz imiş. 6400 bizim future value'muzdur. 3659 present value'dur. 6400-dən 3659-u tapmaq prosesinin adı diskontlaşdırmadır. 15 faizin adı discount rate'dir. T'lərimiz də bəlli, məlum məsələ. Bəs burada başqa nələr ola bilər? Nələrlə üzləşə bilərik? Üzləşə bilərik annuity anlayışı ilə. Annuity nədir? Annuitet. Bu termini eşitmisiniz. Annuitet təkrarlanan pul faizləridir, pul məbləğləridir. Nümunə verirəm. Təsəvvür eləyək ki, 1, 2, 3, 4, 5. 5 il boyunca hər il 2300 pul alırıq. Hər il. Burada da, burada da, burada da, burada da. Yəni 5 dəfə davam eləyəcək bu. 5 vur 2300. Bunların present value'larını tapmaq üçün necə tapardım? Hesablamam belə gedəcəkdi. Faizim də olsun 11%. T1, T2, T3, T4, T5. Hamısını T0'a gətiririm. Hamısını. Bunu da, bu da, bu da, və bu da. Hamısı T0'a gəlir. T1'də olan 2300'ün present value'su. 2300 bölünsün 1 üstəgəl 11 faiz üstündə 1. Üstəgəl 2300 bölünsün 1 üstəgəl 11 faiz üstündə 2. Üstündə 3, üstündə 4, üstündə 5. Təkrarlamıram. Üslü qüvvətləri yazıram. Yəni, hamısı eyni gedir. Baxıram ki, burada 2300 bölünsün 1 üstəgəl 11% təkrarlanır. Burada nəsə təkrarlanan hadisə var. Gəlin, yazaq yenə də göstərim. Vaxt itirəcəyəm, eybi yox. Ki, görək bu annuitet cədvəli hardan gəlir. Üstündə 3, 1 üstəgəl 11% üstündə 4. Burada da eyb yox. 1 üstəgəl 11% üstündə 5. Belə bir şey eləyə bilərəm də yəqin yoldaşlar. Mötərizə xaricinə çıxarsam, baxın. Bunu biraz dəyişirəm. Yazıram. 2300 vurulsun. Mötərizə xaricinə çıxartdım da 2300. 1 bölünsün. 1 üstəgəl 11%. Üstü 1. Üstə gələk. 1 bölünsün. 2300 yox. 1 üstəgəl 11%. Üstü 2. Üstü 3. Üstü 4. Üstü 5. Bunlar elə bil təkrarlana gedir. Sadəcə qüvvətlər dəyişir. Hamısı eynidir də, sadəcə baxın, dəyişən bunlardır. Üstləridir. Burada bir alqoritm var. Uyğunluq var. Gəlin bunu ölçməyə çalışaq. Görək nə baş verir.
2300 mötərizə xaricindədir onsuz da. Baxın, illərin sayını yazıram. 0, 1, 2, 3, 4, 5. Çok oldu bu dəqiqə. Aha. Faizimiz də 11%. Bir bölünsün, bir üstəgələk 11%. Möhkəmləndirdik. Üstündə illərin sayı. Formulamız belə idi də onsuz da. Razı. Bir bölünsündən gedirdik hamısında. Gəlin, hər ehtimala göstərin bu rəqəmlər hardan gəlib. Baxın, bu 1 bölək 1 üstəgəl 11% üstündə 5-in nəticəsidir. Bu 1 bölək 1 üstəgəl 11% üstündə 2-nin nəticəsidir. Bu 2 illərin sayı bu. Buradakı da 5, illərin sayı 5. Sadəcə 2300-ü mötərizə xaricdən çıxartmışam. Onda sanki belə bir şey baş verəcək. 2300 vuraq mötərizədə 0,901 üstəgələk. Axı yazmışdıq 1 bölünsün 11% üstəgələk gedirdi proses. 0,812 üstəgələk 0,731 üstəgələk 0,659 üstəgələk 0,593. Onda bunları cəmləsəm. Baxın, bunları cəmləsəm. Alınan 3,696. Söhbət bundan gedir. 2300 vurulsun 3,696. 5 il təkrarlanan 2300-lərin hamısının T0-dakı present value'ların cəmini verərmi? 100% verər. Yoxlayıb baxacaq. Hesablayaq gəlin. Bərabərdir. Bu vurulsun bu. 8500. Amma gəlin biz yenə də tam əmin olmaq üçün hesablayaq. Yazıram bura 2300-ləri. Diskontlaşdırıram. 2300 bölünsün 1 üstəgələk 11% üzərində illərin sayı. Baxın yoldaşlar, burada bax bu sarı xanada gördükləriniz hər cash flow-nun T0-dakı dəyəridir. Diqqətli olaq. T0-dakı dəyərdir. Məsələn, bu 1682 3-cü ildə alınan 2300-ün 0-dakı, bax buradakı dəyəridir. 3-cü ildə görünməyinə baxmayın. Sadəcə uyğunlaşdırmaq üçün yazmışam. Və yaxud da burada gördüyümüz 1365. 5 il sonra alacağım 2300-ün T0-dakı dəyəri. Gəlin bunları cəmləyək. Eyni rəqəmi verdi ki. Bax. Fərqli yerlərdən gəlir, baxın. Sadəcə riyaziyyat, yəni burada sehr eləmirəm. Riyazi bir şeydir. İndi mən hər dəfə belə bir hesablamalıyammı? Yaxşı xəbər? Yox. Bu rəqəmi yadda saxlayın. 3696. Həm də bu rəqəmləri yadda saxlayın. Yaşıl. 0901, 812, 731 və s. Faizimiz də 11%. 901, 812, 731. Gəlin bunları ilə kopyalayım. Bizə imtahanda veriləcək present value table deyə bir şey var.
imtahanda provide olunur. Bu rəqəmlər elə bil gözümə sataşdı nəsə. 11%, 11%. Burada 901, 812, 731. Bu rəqəmlər var imiş. Deməli, present value table. Gəlin biraz ekranı aşağı çəkim, tam görə biləsiniz. Yəqin ki, aşağıda olsa daha yaxşı görəcəksiniz burada. Baxın, bu rəqəmlərdir, yoldaşlar. 11% 1 ilə, 2 ilə, 812. Məsələn, 5-ci ilin rəqəmi 593. Bunlar hamısı cədvəldə verilib. Bu rəqəmlər oradan gəlir. Yəni, biz əziyyət çəkməyək deyə, məndən soruşsa, şərti deyirəm. 15 il sonra 17%-lə alacağın 6950-nin present value-sunu tap. Bu pul mənə 15 il sonra veriləcək, bazar faizdə 17%-dir. Həlli yolum. Matrix formasında gəlirəm. 0.95 6950 vurulsun 0.95. Aldığım cavab sualımın cavabıdır. 15 il sonra illik 17%-lə alacağım. Yəni 15 il sonra mənə 6900 verəcəklər. Onun indi dəyəri nədir? Cavab bərabərdir. 6950 vurulsun 0.095. Gəlin digər yolla da sübut eləyək. 6950 bölünsün 1 üstəgələk 17% üstündə 15. Yuvaraqlaşdırmadan fərqimiz yaranacaq. Eybi yox. Əslində bu rəqəm yuvarlaq rəqəmdir. Bu rəqəm haradan gəlir? Bax, 650, 6500-ü silsəm, bunun əvəzinə 1 yazsam, baxın, görürsünüz, 0.95 alınır. Bu 0.95 həmən 0.95-dir. Sadəcə vergüldən sonra cəmsi 3 rəqəm saxlayıblar. Rəqəmlər uzlaşsın deyə. Bax, bu rəqəm hamısı oradan gəlir. Gəlin bir neçə nümunə verim. 19% 9 il. Gəlirəm bura və 19% ilə 0,209. Bu rəqəm haradan gəlir? Baxın. Bərabərdir 1 bölünsün 1 üstəgələk. Neçə faizdir? 19% üzərində 9. Bu 209 həmən 209-dur. Bu rəqəmlər oradan gəlir. Və ya bir dənə də nümunə verim, sonra annuity table-a keçəcəm. Və yaxud da bizə yazsa ki, 8% məsələn 4 il. Matrix bizə nə deyir? 0,735. Bu necə hesablanır? 1 bölək 1 üstəgələk 8% üzərində illərimizin sayı 4. Baxın, 0,735 həmən 0,735-dir. Və maraqlı bir şey də var. Bizə imtahanda annuity table-ı da verir. Bu annuity table-ın işi nədir? 1 il 1%. 909. Annuity table əslində present value-ların cəmidir. Məsələn, baxın, 3% 4 il. Bax, burada gördüyünüz 3,717 bilirsiniz haradan gəlib? 3% 4 il. Bax, bunların hamısının cəmidir. Gəlin yoxlayaq. Deməli. 1, 2, 3, 4. 3% 4 il yazmışdıq, düzdür? Bərabərdir. 1 bölək 1 üstəgələk 3% üstündə illərin sayı.
Bu rəqəmləri burada gördük. Biraz rahatlaşdıq. Və gəlin biraz da rahatlaşaq. Ups. Baxın. Bu rəqəm həmən rəqəmdir. Yəni annuity table present value table-da görünən rəqəmlərin cəmidir. Bu annuity table mənə harda lazımdır? Məndən belə bir məlumat soruşsaydı ki, hər il 1400 manat alacaqsan. 1, 2, 3, 4-də. Tap görün bu 1400-lərin 4 dəfə alacağım 1400-lərin. Hamısı öz vaxtında olsa, diskont faizində 3% olsa, present value nə olar? Bir-bir hesablamağa ehtiyac duymuram. Sadəcə bax bu 3.717-ni vuracam 1400-ə. 5203 4 deyək. 5204 mənim present value-umdur. Gəlin yoxlayaq. Buradakı rəqəmi dəyişirəm, eləyirəm. 2000, yox 1400. Baxın, bu rəqəm həmən rəqəmdir. Gördünüz? Düzəldi. Baxın, burada manual hesablanıb, burada da ayrı-ayrı hesablanıb. Annuity table-ın məğzi budur. Bir neçə nümunə verirəm. Məndən sual soruşur. 14 il sonra alacağın. İllik 7%. 14 il sonra. İllik 7%. 6000 manatın present value'sunu tap. Cavab. 6000 vurulsun 3.88. Daha doğrusu 0,388. Təxminən 1800-1900 manat. Yox, 2000-i keçəcək. Gəlin hesablayaq. Bərabərdir 6000 vurulsun 0.388. 2300. Mənə desəydi ki, 14 il ard-arda hər il 6000 alacaqsan. Onun present value'sunu tap. Onda hesablamam belə olacaqdı. 14 il 7%, 8745. O zaman 6000'i vuracaqdım 8.745'e. Bu olacaqdı mənim present value. Bu birinci adlanır future value'dan present value'ya gətirmək. İkinci isə adlanır annuity cash flow'ların present value'sunu tapmaq. Birinci halda present value table'dan istifadə elədik. İkinci halda annuity table'dan istifadə elədik. Bu bizim cədvəllərin istifadə qaydası. Bura kimi sualı olan. Bu mövzu çətindir yoldaşlar. Bir neçə dəfə üzərində dayanacam. Və həzm eləməyimiz biraz zaman alacaq. Normaldır. Qətiyyən özünüzü günahlandırmırsınız. Suallarınızı verin, xahiş edirəm. Present value deyiləndə biz bu faizlərə vuranda biz tapırıq ki, misal üçün banka faiz qoymuşuq, pul məbləği qoymuşuq 1000 manat və bizə yekunda, yox üzr istəyirəm, arxadan qabağa gəlirik də biz present value-da. Bizə deyir ki, sən 7 ildən sonra götürəcəksən, misal üçün 8756 manat, sən ilk qoyduğun rəqəm nə qədər olub banka? Ancaq annuitet formulasında isə onu tam olaraq biraz orada ilişdim. Okay. Annuitetdə isə deyir ki, sənə əgər hər il 8756 manat pul verilsə, Evet, evet. 8 il davamlı şəkildə, nə bilim, və yaxud da neçə il idi unuttum, 8 il. Hı, Anyways, 5 il olsun. ben. 5 il, hər il 8700 pul verilir mənə. Alacağın o davamlı şəkildə 8700-lərin indi dəyəri nədir? Birinin yox ha.
Bu pul hər il verilir sənə. Onların hamısını bir-bir diskontlaşdırsaydın, cəmləsəydin nə olardı? Annuity table sənə onu verir. Bir də deyirəm, presentdə deyir ki, indi X qədər pul qoymusan. 5 il sonra alacaqsan 8700. İndi nə qədər X neçədir? Onu present value ilə tapırsan. Sənə bir dəfə 5 ildə 5-ci ilin sonunda bir dənə pul verilir. 1, 2, 3, 4 sıfırdır, boşdur. Bu present value table-dan tapılır. İkinci senaridə isə deyir ki, indi pul qoymusan, maraqlı deyil neçədir. Onu axtarmıram. Sənə bir layihə var. Layihə hər il 5 il boyunca 1-ci il, 2-ci il, 3, 4, 5 hər il 8700 pul verəcək. Bu layihəni indi qiymət olaraq neçəyə satarsan? Sən deyirsən ki, 5 il davamlı mənə pul verir 8700-dən 43500. Pulun zaman dəyərində nəzərə alsam, indi dəyər neçədir? 8700-ü vurursan annuity table-dakı koeffisientə. Aldığın rəqəm sənin layihənin dəyəridir. Aydın, mən qarışdıran nüans onda oldu ki, annuitetdə mən kredit tərəfindən baxdım. Kredit vermə faizində. Annuitet biraz orada Biraz qarışdım. fərqlidir, yes, doğrudur. Çox sağ ol. Dəyməz, buyur.